Salam uşaqlar, bugün cimlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Так, leksika толкование слов. Burada deməli sözün izahını tapmalıyıq düzgün. 141-ci sualda. Какие слова объяснены неверно? Deyir ki, hansı sözün izahı düzgün verilməyib. Автограф, собственноручная памятная подпись. Burada автограф şəxsiyyədə belə deyə əllə yazılmış yaddaşda qalan bir imza. Roman, небольшое стихотворное произведение. Romanda kiçik şeir əsəri deyə yazıbdı. Натюрморт, kартина с изображением фруктов. Натюрмort da meyvələrin təsviri olan bir rəsm əsəridir. Abzats, отступ в начале строки. Sətrin əvvəlindəki boşluq və premyera начало spektakля filmə. Premyera da tamaşanın, filmin başlanğıcı. Bu şəkildə yazılıbdır. İndi uşaqlar səhv hardadır? Roman sözünə baxırsınız. Roman sözündə burada nəsr əsəridir də. Hikayə, povest kimi. Şeir deyil yəni. Şeir poeziyadır, düzdürmü? Ona görə də roman düzgün verim. Və premyera, начало spektakля filmə deyir də. Burada premyera başlanğıc demək deyil. Premyera ilk nümayişidir. Məsələn, bir film olsun, tamaşa olsun, məsələn, bu şəkildə. Ona görə də 2-də 5-i biz seçirik. Dəlşə. Tak, 142-ci sualımızdır. 142-də какие слова объяснены верно? Düzgün izahı verilən. Folklor, древнее народное сказание. Folklor, qədim xalq rəvayəti yazılıbdır. Sonra premyera, первое представление спектакля фильма. Premyera tamaşanın filmin ilk nümayişi. Progress, ухудшение в процессе развития, tərəqqi, inkişaf zamanı pisləşmə, belə deyək. Xerox, компьютерное печатающее устройство, Xerox, kompüter çap qurğusu. Aspekt, точка зрения, взгляд на что-нибудь deyə yazıb. Aspekt nəyəsə bir baxış bucağı deyilir də, belə deyək. Və indi baxın. Burada ikinci variantımız первое представление спектакля фильма. Doğrudur. Premyera tam olaraq ilk nümayiş deməkdir. Ona görə 2-ni seçdik. Dəlşim. Və tərəqqi. Məsələn, burada düzgün deyil də səhv verilibdir. Yəni, burada pisləşmə demək deyil, amma nabarot inkişaf deməkdir. Düzdürmü? Tak, 5-ci də variant. Burada aspekt bir şeyə baxdığım bucaq nöqtəyə nəzərdir də belə deyək. Və ona görə də 2 və 5-də biz burada deməli 2 və 5 bu C variantıdır. Дальше. 143-cü. Какие слова объяснены неверно? Burada da hardasa səhv var. Gəlin baxaq. Deməli, существительное главный член предложения deyir. İsim cümlənin baş üzvü yazıb. Былина, русская народная этническая песня. Rus xalq etik mahnısı deyə yazıbdır. Дальше. Церемония, длительный период времени. Церемония, mərasim uzun müddətli dövr deyə yazıbdır. Ураган, сильная буря на море. Qasırğa dənizdə güclü fırtına. Гордость, чувство собственного достоинства. Qürur öz layiqətini belə deyək də dərk etmək hissi belə düz olar. Və burada düzgün verilməyən hansıdır? Neverno. Birinci variant, məsələn, isim nitq hissəsidir. Çünki cümlənin baş üzvləri mübtəda və xəbərdir. Düzdürmü? Deməli, bu səhvdir. Дальше. Так, былина, русская этническая песня. Так, церемония. Церемония, длительный период времени yazıbdır da. Mərasim, tədbir, bayram, məsələn, ya da ritual deməkdir də, yəni seremoniya. Tak, deməli 1 və 3 qalanları düzdür. Какие слова объяснены неверно? 144-də. Baxaq. Рассказ,
Nебольшое prozaiическое произведение. Hikaye kiçik nəsr əsəridir. Досуг, перерыв во время работы, asuda vaxt, yani iş zamanı ara vermə. Sonra отчество, наименование по личному имени отца, ata adı, atanın şəxsi adına əsasən adlandırılma. Поведение, образ жизни и действия, davranış, həyat tərzi və hərəkətlər. Цитата, основное содержание произведения. Sitat əsərin əsas deməli məzmunu deyə yazılıbdır. İndi gəlin düzgün cavablara baxaq. Hansı düzgün verilməyib deyə soruşur. Neverna. İkinci varianta baxın. Asuda vaxtı dosug, перерыв во время работы deyil də. Yəni burada işdəki fasilə deyil. İşdən sonra qalan boş vaxt, yəni ya da istirahət vaxtına biz dosug deyirik. Dəlşə və qalanları düzdür. Sitata. Sitat sözü əsərin məzmunu deyil, başqa bir əsərdən və ya mətndən gətirilmiş bir parçadır da, ya da bir bənddir, ya bir parçadır. 2 və 5 bu A variantıdır. Так, дальше. 145. Здесь тоже. Какое слово объяснено неверно? Yani düzgün izahı verilmeyip. Торжество, большое празднество в честь какого-нибудь события. Təntənə, hansısa hadisənin şərəfinə böyük bir bayram. Так, атмосфера газообразная, оболочка, окружающая Землю. Atmosfer, yeri əhatə edən qaz təbəqəsi. Esperanto, международный искусственный язык. Esperanto, beynəlxalq süni dil. Страница, две стороны листа бумаги. Səhifə, kağız vərəqinin iki tərəfi. Теоретик, человек, занимающийся теоретическими вопросами в какой-нибудь области. Nəzəriyyatçı, hansı sahədə nəzəri məsələlərlə məşğul olan bir insana deyilir. Düzdürmü? İndi burada bizdə deyir ki, neverna hansıdır? Burada düzgün verilməyən D variantıdır. Vərəq sözü, stranica, səhifə vərəqin bir tərəfidir. İki tərəf bir vərəq hesab olunur. Ona görə də biz D-ni seçməliyik. Дальше. 146. Какое слово объяснено неверно? Burada da izah düzgün verilməyib. Палитра, небольшая дощечка для смешивания красок. Палитра, boyaları qarışdırmaq üçün kiçik bir taxtadır. Düzdürmü? Гуманизм, человечность в общественной деятельности в отношении к людям. Humanizm, ictimai fəaliyyətdə ya da insanlara münasibətdə insanpərvərlikdir. Оратор, человек, обладающий даром речи. Оратор, yəni natik, yəni gözəl nitqi olan bir insandır. Yəni nitq qabiliyyətinə malik olan insan, yaxşı danışan. Peyzajist, художник, который рисует портреты. Peyzajist, portret çəkən rəssam deyilir burada. Mayak, башня с сигнальными огнями на берегу моря. Mayak da dəniz sahilində siqnal işıqları olan bir, belə deyək də, güllədir. Və burada, gəlin baxaq. D variantı burada səhv verilibdir. Peyzajist kimdir? Peyzajist təbiət mənzərəsi çəkən rəssamdır. Portret çəkən rəssama portretçi deyilir də. Belə. Ona görə də biz D variantını burada seçirik. Dəlşə. Так. 147-ci sualımız. Какие слова объяснены неверно? Полиглот. Полиглот. Человек, знающий много языков. Uşaqlar, poliglot, yəni çox dil bilən insandır. Düzdürmü? Восторг, влияние, воздействие. Восторg həzz deməkdir. Təsir, təzyiq. Amma əslində həzz zövq deməkdir. Düzdürmü? Deməli, biz bunu восторгу səhv kimi götürə bilərik. Апатия, состояние полного безразличия. Апатия, yəni laqeydlikmi, belə deyək də, tam biganəlikdir də. Ondan sonra triumf, испытание, проверка. Triumf,
sınaq yoxlama deyə yazılıb. Amma triumf əslində zəfər deməkdir. Deməli, bunu da səhv kimi götürürük. Eksport, vывоз товаров за границу. Yazıb ki, ixrac malların ölkədən kənara çıxarılmasıdır yazılıbdır. Və indi düzgün olanı biz görürsünüz ki, yazmışıq da. 2 və 4. Burada B variantıdır. Дальше. 148 вопрос. Какие слова объяснены неверно? Burada da harda deyil izah səhv verilib. Молния, электрический разряд в воздухе. Şimşək havada elektrik boşalmasıdır. Doğrudur mu? Doğrudur. Скважина, узкое отверстие. Burada da quyu, dar bir dəlik deməkdir. Düzdür. Урожай, небольшое количество pшеницы. Урожай məhsul deməkdir. Az miqdarda buğda yazılıb. Amma əslində burada səhvdir də. Yəni belə deyək də. Məsələn, məhsul ümumiyyətlə yetişdirilən bir taxıl, meyvə ya da məsələn istehsal olunan şeydir də. Təkcə az buğda deyil yəni. Ona görə də biz burada урожайda götürək. Blank, list со специально напечатанными графами. Blank, xüsusi çap olunmuş sütunları olan bir vərəqdir. Так, дальше. Doğrudur. Və basnya, крупное художественное произведение. Baxın, basnya təmsil deməkdir. Böyük bədii əsər deyə yazıb. Səhvdir. Təmsil kiçik, ibarət, belə də, ibrətəmiz belə deyək də, hekayədir. Böyük əsər deyil yəni bu. Tak. 3 və 5 deməli bizdə burada səhv verilibdir. Дальше. Какое слово объяснено неверно? 149-da fikir verək. Остров суши, окруженный со всех сторон водой. Ada hər tərəfdən su ilə əhatə olunmuş quru da, yəni yer belə deyək. Doğrudur. Ondan sonra радуга, разноцветная полоса в небе после дождя. Göy qurşağı, yağışdan sonra səmada rəngli zolaq. Düzdür. Полноводный, с низким уровнем воды. Полноводный, yəni suyu bol olan da, sulu bol deyək də, belə полноводный, suyu bol olan. Yəni burada amma çox yəni su deməkdir də, amma burada düzgün verilməyib. Так. Водопад, стремительно падающий с высоты поток воды. Şəlalə, yüksəkdən sürətlə düşən su axını düzdür. Молния, электрический разряд в воздухе və şimşək havada elektrik belə deyək də boşalması. Bu düzdür. Tak. Doğrudur. İndi 150-də какие слова объяснены неверно? Burada da səhv olan. Мучительный, радостный, веселый. Мучительный, əzablı, sevinçli, şən deyə yazılıbdır. Amma əlbəttə ki, burada səhvdə əzablı, ağırlı, məsələn, deməkdir də. Tak. Грандиозный, огромный, величественный, əzəmətli, nəhəng, böyük, düzdür. Восхитительный, очаровательный, замечательный. Burada da, yəni, valeh edici, gözəl, belə deyək. Düzdür. Благополучный, удачный, успешный. Благополучный, uğurlu da belə deyək. Şanslı deyə bilərik. Дальше. Единственный, обычный, примитивный. Единственный bu tək deməkdir. Adi, primitiv, səhvdir. Yəni tək, yeganə deməkdir də, belə deyək. Bir dənə deməkdir bu şəkildə. Tak. Oldu. 1 və 5. Burada D variantıdır. Дальше 151 вопрос. Aha. 151'də. Укажите верное объяснение слова импорт. Так, import sözünün deməli biz düzgün izahını göstərməliyik. Burada yazıb почтовая посылка, poçt bağlaması. Vvoz tavara из-за границы, malın ölkəyə xaricdən gətirilməsi, ithal. Bu importdur, правильно.
Покупka вещей в стране deyir. Məsələn, ölkədə əşya almaq, nебольшая banderol, kiçik bir bağlama, vывоз tavara za границу. Malın ölkədən xaricə çıxarılması, bu уже ixracdır. Ona görə də biz bunu seçirik. Дальше. 152 вопрос. Выберите правильный ответ. Цитата это. Sitat nədir? Konspekt какого-либо tekstə deyir. Hansısa mətnin qısa xülasəsi də belə deyək. Ondan sonra deyir ki, точная выдержка из tекsta mətndən olduğu kimi dəqiq götürülmüş bir parçadır. Düzdürmü? Sitat əlbəttə ki. Объяснение темы произведения, əsər mövzunun izahı deyir, yox. Подробный пересказ сюжета teksta, mətnin süjetinin ətraflı təkrarı, yox. Краткое изложение содержания teksta, mətnin məzmunun qısa izahı deyir. Все, biz seçdik ki, цитата это точная выдержка из текста. Və 153-cü буря это. Буря, qasırğa ya fırtına nədir? Gəlin baxaq. Плохая погода с проливным дождем. Güclü yağışla pis hava. Yox. Сильный теплый южный ветер. Güclü isti cənub küləyi. Yox. Хорошая погода с прохладным ветром. Sərin küləklə yaxşı hava. Слабый холодный северный ветер. Zəif soyuq şimal küləyi. Və ненастье с сильным разрушительным ветром. Və güclü dağıdıcı küləklə müşahidə olunan bir fırtınadır. Bax, bu düzdür. Буря это ненастье с сильным разрушительным ветром. Belə uşaqlar, sağ olun, görüşərik.